Əziz dostlar, əziz qardaşlar, bu günləri yenə də sizləri yurdum hardayam, yurdum Lənkəranda. Yurdum Lənkəran bildiyiniz kimi Xan Lənkərandır. Xan Lənkəranın görünüşü, tarixi ilə əbədi döyüşən bir, necə demək, Azərbaycanın ürəyi olan Xan Lənkəran yenə də gəldi nəyə? Keçən səfər Boranı Polov yemişdik, bu dəfə isə Lərgə Polovu da əlavə elədi. Lərgə Polovu da, Şehit Polovu da, Boranı Polovu da, onun yanında da Quru balıq, biz necə deyək, quru balıq bunun ən gözəl, bizim şey dilində desək loy. Quru balıq loy dilində desək loy dilindədir və təndir çörəyi də bildiyiniz kimi nənələrimizin bişirdiyi təngənün. Təndir çörəyimizdir bizim. Təngənün bizim ən tarixi çörəklərimizdən biridir. Baxanda elə bilərsiniz adı çörəkdir, adı çörək deyil. Çörəyin siz naziliyinə baxın. Fərqin biləcəksiniz ki, Lənkəranda təngənlinin bişirilmək qaydası nə formada olur. Əziz dostlar, bu da bildiyiniz kimi bizim yenə də bölgəmizə aid olan, bizim cənub hissəsinə aid olan qatıqdır. Sarımsaqlı qatıq bizim süfrəmizdən əski olmur. Bu da mos deməkdir. Bu qatığımız da bizim öz dilimizdə desək mos deməkdir. Və burada nə gözəl, bizim tarixi yurdumuz olan Lənkəran, doğulduğum, boya başa çatdığım, beşikdə yırğalandığım bir Lənkəranı gəldim bir gündə xatırlatdım. Sizlərə bütün öz diyarımıza, kəndimizə, bölgəmizə, Astarıya, Lerikə, Yardımlıya, Cəllabata, Masallıya, hər birini buradan yenə də bizim tarixi yeməklərimiz olaraq Boranı Polovu yenə xatırladıram. Lərgə Polov, bunlar hamısı quru balıqla yeyilir və bunu istəyərdim ki, siz bir daha da bundan dadasınız və Cənubun mətbəxinin nə dərəcədə gözəl olduğu, tarixi bir mətbəxə çevrildiyini, bunu həqiqət mənim atam da bunu həmişə söyləyərdi. Bir aşı bişirmək üçün saatlarla vaxt lazımdır. Çünki aşın bişirilməsi, dəmlənməsi vaxt aparan şeydir. Bu onu göstərir ki, biz Lənkəranlılar həmişə oturaq bir xalq olmuşuq, kökənli bir xalq olmuşuq. Bu xalq da bildiyiniz kimi ən güclü, ən qüvvətli, ən qüdrətli, tarixi bir xalqa məxsusuq. Ona görə də bizim tarixli yeməklərimiz hər zaman süfrələrimizdə bol olsun. Qoy hər kəs də bizim süfrələrimizlə bir daha da hər birinizi salamlayaraq Lənkərandan xoş salamlar sizə. Cənub bölgəsindən bütün Türk dünyasına elədiyim salamları bir daha xatırladıram. Sağ olun. Sağ olun.